Salam hörmətli izləyicilər, əziz kimya sevərlər. Sizinlə 7-ci sinif KSG 2-ci izahı ilə qarşınızdayıq. İzahı başlamamızdan ilk öncə kanalımıza dəstək məqsədi ilə abunə olmağa, əgər bəyəndiysənsə bəyən butonuna basmanızı xahiş edirik. Deyir ki, hansı atomda neytron daha çoxdur? Yadınıza saxlayın ki, bunun yuxarı hissəsində yazılan ədəd kütlədir. A-da aşağısında yazılan protonun sayı P-dir. Biz demişdik ki, A nəyə bərabərdir? A bərabərdir proton üstə gəlsin neytrona. Buradan da neytron nəyə bərabər olacaq? Neytron da bərabərdir A çıxılsın P-yə. Burada ən böyüyü maqnezium olacaq. Çünki 24-dən 12-sini çıxsaq 12-si qalacaq. Amma B variantından 8, C-də 2, D-də 6, Y-də isə 7 olacaqdır. Burada ona görə hansı kationdur? Əgər özündən elektron veribsə müsbət yüklənir və kation olur. Elektron alıbsa mənfi yükü anion adlanır. Elektron almıyorsa 0 olur. Ona görə də bizdən kation dediyinə görə bunu götürür. Hidrogen neçə izotopu var? Hidrogen izoprotium, deuterium, tritium. Kationları seçin. Yadınıza saxlayın ki, protonun sayı bərabərdirsə elektronun sayı bu neytraldır. Proton sayı elektronun sayından böyükdürsə bu müsbət yüklü. Protonun sayı elektronun sayından kiçikdirsə bu mənfi yüklənmiş olur. İndi baxaq, neytron sayı bizə lazım deyil, proton elektron 12 ondan böyükdür. 12 ondan böyükdürsə bu müsbət yüklənmişdir. 16 18-dən kiçikdir. 16 18-dən bu mənfi yüklənmiş olacaq. 13 13-ə bərabərdir və bu neytral yüklənir. 15 ondan böyükdür. Proton sayı böyüksə bu zaman bu müsbət yüklənmiş olmuş olacaq. Proton sayı üstə gəlsin, neytron sayı kütlə ədədini bərabərdir. İzotoplar tütün verildiyi cavabı sözün. İzotoplar nədir? Protonun sayı, yəni aşağıda yazılan rəqəmlər eyni olan bu da gördüyünüz kimi C variantına uyğun gəlir. Nüvəsində 9 proton və 10 neytron olan atomun kütlə ədədini hesablayın. Kütlə ədədinidir. A bərabər idi. Dedik nə ilə? Proton üstə gəlsin neytron. 10 üstə 9 gəlsək 19 edir. Atom nüvəsində indicə dedik nədir? Proton və neytrondan ibarətdir. 1, 2, Y variantı. Maqnezium iyondakı elektronun sayı özündən 2 dənədir. Proton sayı 2-dir və özündən 2 dənə də elektron 12-dir. 12-dən də ikisini çıxsaq neçə edəcək? 10. Demək elektronun sayı ona bərabər olmuşdur. Elektron vermiş atom nə adlanır? Kation adlanır. A hissəciyində elektron sayı ona bərabər A yükünü. Deməli, yükünü müəyyən edin. Özündən elektron verib ki, elektronun sayı azalıb. Ona görə də 4 müsbət olacaq. 14-dən 10'un çıxanda 4 müsbət olmuş olacaqdır. Sonra verilmiş hissəciklər uyğunluğu neytral atom. Neytral atom odur ki, üzərində heç bir olmasın. Budur. Kation müsbət yüklü hissəciklər kation adlanır. Kation 1 C'də, 1 də D'dir. Anion isə mənfi yüklü hissəciklər. Mənfi yüklü hissəciklər hansıdır? B və Y isə mənfi yüklü hissəciklərdir. Deməli, protonun sayı A'dır, neytron sayı B'dir. Oksigen biz bilirik ki, protonun sayı 8'dir. Yəni, bu deməkdir ki, A üstə gəlinsin 4 bərabərdir 8-ə, A da bərabərdir 4-ə. Deməli, A'mız bunun burada 4'dür. Deməli, 4'ün üstünə 4 gələndə eləyəcək 8. 8. Deməli, bu da olur 8. 8'in A 4'dür. Yəni burada da deyir ki, yəni A üstə gəlinsin 4 bərabərdir. B üstə gəlinsin 3. B-ni tapacağıq. A 4'dür. 4'ün üstə 4 gəlsə 8. 8 bərabərdir. B üstə gəlinsin 3'ə. Buradan da B də bərabər olacaq 5'ə. Bizə nəyi soruşur? B-ni. A'mız oldu 4, B de oldu 5. Atomunda proton sayını müəyyən edin. Birincisində 2'dir, ikincisində 8, üçüncündə 5'dir. Bu da cəmi edəcək 15.
İyonların elektron sayını müəyyən edin. Bu özünə bir dənəsini alıb eləyib 18. Bu özündən 2 dənəsini verib eləyib 18. Bu isə özündən 3 dənəsini verib eləyib 10. Bu qədər diqqətinizə görə sağ olun, bəyənməyi və kanalımıza abunə olmayı unutmayın.